Bir daha salam yoldaşlar. Deməli biz 1-dən 16-ya kimi olan sualların izahlarını çəkmişdik. İndi isə 16-dan 37-yə kimi, yəni axıra kimi olan sualların izahını verməyə çalışacağam. Deməli, manqurt əsərindəki hadisələrdən çıxarılan hansı nəticə doğrudur? Ananın ölümündə onun özü günahkardır. Belə bir fikrə biz yer vermirik. Jajuanların əsirlərlə davranışı bütün işğalçılar dediyi üçün yanlışdır. C-də təsvir olunan hadisələr eradan əvvəl baş verib. Bu da yanlışdır. Bu haqda məlumat yoxdur. D-də deyir, manqurt anasını, qadın anası olduğunu anlamır deyə başqalarının göstərişi ilə onu öldürür. Bu doğrudur. Bunu da belə açıqlayım ki, orada jajuanlar görür ki, bir qadın ona tərəf gəlir. Yəni gəlib gedir, kimsə yanına gəlib getmişdi. Orada oğluna tapşırır ki, yəni manqurta ox verir ki, bir də o qadın sənə tərəf gəlsə, sənin papağını çıxartmaq istəyirsən, onu öldürərsən. Beləliklə də o anası ona yaxınlaşanda onu oxla vurur. Deməli, ona görə 16 cavabımız olacaq D bəndi. Baxaq, 18 ilə davam eləyək. Hansı məqamlarda uyğunluq pozulub? Baxaq, mövzu xeyirlə şər mübarizəsindən, manqurtlaşmadan bəhs edilir. Bu doğrudur. İdeya yaddaşsızlıq, manqurtlarla mübarizə, əsərin əsas ideyasını təşkil edir. Bu da düzdür. 3-də deyib, problem milli yaddaşın itirilməməsi deyil, itirilməsidir. Ona görə 3 yanlışdır. Bədii forma əsər ilə həcmlidir. 5-də isə bu doğruydu. Obrazların təhlili isə Tanıskbayev və Yedice üçün ortaq cəhət ana beyt ərazisində kənar adam olmalarıdır. Xeyr, bunu biz bu obraza aid eləyə bilmirik. Yəni, Yedice üçündür o. Ona görə də cavabımız olacaq 3 nə? 5 olacaq D bəndi. Davam edək 19-la. Gün var əsrə bərabər əsəri ilə bağlı fikirlərdən doğru, yanlış, doğru, yanlış, doğru ardıcılığı ilə düzülməlidir. Hansı fikirlərin yer dəyişdirilirsə, ardıcılıq təmin olunur. Müəllif öz kökünü, könüllü unudanlara, ata-anadan məhrum yetim uşağa bənzədir. Bəli, bu düzdür, kitab cümləsidir. 2-də atasının vəsiyyəti sabitçən üçün önəmli deyil. Bu da doğrudur. Deyir, ölümünü harda quyulursan, quyula, nə fərq var? 3-də deyir, Yedice müharibə iştirakçısıdır. Bəli, bu da doğrudur. Orada da, əsərdə də qeyd olunubdur ki, cəbhədən gələndən bəri orada işləyirdi o Razyezdə. 4-də deyir, əsərdə gələcəklə bağlı ümidsizlik ifadə olunur. Xeyr, yanlışdır. Ümidsizlik ifadə olunmur. Ümid var idi gələcəyə. 5-də deyir, əsərdə dəfn mərasimi olsa da türklərin mərhumla vidalaşmaq ayni əksini tapmayıb deyir. Bu da yanlışdır. Deməli, olmalıdır. Doğruya doğrudur, düzdür. Burada yanlış olmalıdır. Doğru gedib 2-ni götürəcəyik. 7 bu doğrudur. Bu yanlışdır. Bir də axırıncı. Cavabımız olacaq 2 ilə 5. Yəni E bəndi. Elmiyə baxaq. Hansı obraza aid fikir yoxdur? Razyezdin rəisidir. Bu Osmandır. Sonra Qazanqapının ölümü xəbərini gətirən Uqubaladır. Gözətçiyə deyir ki, özü də xidmətdə olub, bəzi qayda qanunları bunu Ədilbəy deyir, orada içəri buraxmayanda. Sonra ölünü harda quyulursan quyula, bu da Sabitcanın fikridir. Yəni, Tanıskbayeva aid fikir yox idi, cavab E-dir. 21-də manqurt əsərinə əsasən klasteri tamamlayın. Faciəli hadisə əksyon, ananın ölümü var orada. Düzgün məqamları götürəcəyik. Başını dəri keçirənlər gün altında aclıqdan ölərmiş, aclıqdan yox, ağrıdan ölürlər. Manqurt yalnız öz sahibini xatır, bu doğrudur. Nayman ananın əri müharibədə ölmüşdü, bu da düzdür. Ananın etdiklərindən heç nə manqurta təsir etmir. Bunu biz düz götürməyəcəyik. Cavab 2-3 olacaq. Səbəbini də deyim niyə götürmürük. Çünki orada Layla biraz uşağa, oğlana təsir edir. Deyir, hardasa qaranlıq örtülü divarla rastlaşır, qapı ilə rastlaşır. Bax, ona görə 4-ü götürməyəcəyiz. Cavab B bəndə olacaq. 22-də gün var əsrə bərabər əsərinə əsasən səbəb nəticə cədvəlindən doğru fikri seçin. Uqubala Qazanqapın ölüm xəbərini gətirir. Nəticədə Yedice Qazanqapın oğlunu dəfnə buraxmır. Belə bir məqam yoxdur. Deyir, əlimdə olsa qoymaram. Qazanqap ölərkən yanında heç kim olmur. Bu doğrudur. Gedir ki, kişinin cənazəsi, onun cənazəsindən heç kəsin xəbəri olmur. Amma bu yanlışdır. Xəbəri olur axı. Ana beytdə dəfnə icazə alına bilmir. Bəli, Qazanqapın vəziyyəti icra olunmur. Bəli, ora bastıra bilmirlər. Cavabımız elə C bəndə olacaq. Sonra leytinat vəzifəsinə ciddi riayət edirdi. Xeyr, ciddi riayət etmirdi. Yəni rus dilində danışmağın səbəbi bu deyildi. Qəsdən elə danışırdı. Sabitcan vəzifə adamı idi. Ana beytə girmək üçün təklif irəli sürür.
Bu da ana beyti kimi təklif irəli sürür. Vəzifə adamı idi, amma ana beytə girmək üçün təklifi irəli sürən o deyildi, Ədilbəy idi. 23-də Gün var əsrə bərabər romanın təhlillə bağlı doğru fikirləri istəyir bizdən. Baxaq. Sadə bir insanın dəfn mərasimi ilə bağlı qarşıya çıxan çətinliklər cəmiyyətin halını üzə çıxarır. Bu doğrudur. Əsərdə əsrlərdən bəri qorunub gələn adət-ənənələrin unudulduğunu, mənəvi dəyərlərə sayğısızlıq göstərildiyi əks edilib, bu da doğrudur. Boranlı Yediyey Qazanqap obrazı vasitəsilə müasir manqurtlara nifrət ifadə olmuşdur. Yazıq Yediyey, niyə manqurt olsun ki? O, milli ənənəni qoruyub saxlayan şəxslərdən biridir. Yəni Qazanqap da onun kimi. Bu yanlış fikirdir. 3-ü ona görə çıxacaqsınız. 1-2 burada A-dadır və D-dadır. Baxaq, yazıcı manqurtluğu cəmiyyəti sarmış problem kimi görür. Onun həlli yollarını göstərir. Bu da doğrudur. 5-də deyir ki, bu cavab A olacaq. Ümumi milli şüardan uzaqlaşmanın verdiyi nəticələr əsərdə əsas təsvir obyekti olsa da, qoyulan problemin açılmasına rolu yoxdur. Niyə ki? Rolu var. Ona görə də 23-də cavab A olacaq. Davam edək. 23 getdi, 24-də baxaq. 24-də isə nə deyir? Müqayisə cədvəlinə əsasən verilən əsərləri müqayisə edib doğru fikirləri müəyyən edək. Həyat hadisələri təhkiyə üsulə çatdırılıb, bu gün var əsrə aiddir. Əsərdəki qəhrəmanların ümumiləşdirilmiş bədii obrazları yaradılıb. Bu, şəhidlər poemasında deyirəm. Ona görə 2-ni götürməyəcəksiniz. 2-ni çıxacağıq. Sonra, xalqın öz kökündən uzaqlaşması tarixi hadisə əsasında canlandırılıb. Bu gün var əsrə bərabərə də aiddir. Konkret tarixi hadisələrdən danışılır. Bəli, burada 20 yanvardan danışılır da. Obrazların danışığına, dialoqlara yer verilib. Böyle bir yoxdur. Əsərdə, şəhidlərdə yoxdur yəni. Əsərdə təəssüf doğuran hadisə əks etdirilib. Hər ikisində də var. Təəssüf doğuran hadisələr var. Ona görə cavab B olacaq. 25-də manqurt əsərinə əsasən uyğunluqlar istəyir. Manqurt adi qullardan daha dəyərlidir. Bu doğrudur. Çünki yeməyini deyir, suyunu verirsən, o sənə qaçmaq fikri falan yox idi da. Yaxşı deyir, qulluq edirdi. Jolman anasının danışıqlarını sonradan xatırlayıb. Belə bir məqam yoxdur. Uyğunluğu istədiyi üçün ikiləri çıxacağıq. Yanlışdırdan yanlışı götürməliyik. Manqurt olan sağ olsa belə qəbiləsi onu qaytarmaq istəməzdi. Bu doğru fikirdir. Əsərdə könüllü manqurt bu əsərə aiddir. Bu gün var əsrə bərabər romanına aid fikirdir 4. Ona görə yanlışdan da yanlışı götürəcəyik. Yəni cavab olacaq 1 və 4 A bəndi. 26. Manqurt əsərinə aid deyil. Jolmanın istəyi atasının qisasını almaq olmuşdu. Bəli, müharibəyə ona görə getmişdi. Sonra, manqurt digər qullardan daha üstün hesab edilirdi. Bayaq niyəsini dedim. Əsərdə İslam dini ilə səsləşən məqama yer verilir. Orada ölünü bastıran zaman bəzi məqamlar var ki, bəli, səsləşir. Ananın ölümündən sonra oğlu anası olduğunu başa düşür. Belə bir məqam yoxdur. Cavabımız D bəndi olacaq. E-yə də baxaq. Ana oğlunun cəsədi tapılmadığı üçün rahat olmur. Bu doğrudur. Ona görə axtarışa çıxmışdı. 27 heç 28-ə baxaq. Çingiz Aytmatovun Gün var əsrə bərabər romanına əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Mən vilayətlər həmkarlar şurasındanam. Bəli, Sabitcanın nitqidir. Nə ağzını açıb dayanmısınız? Traktorları işə salın. Ədilbəyin fikri deyil bu. Bu elə Sabitcanın fikridir. Orada əsəbləşirdiyi nəyə baxırsınız? Nə var? Yediyey. Məgər bu əvvəllər burada yox idi. Bunu Ədilbəy soruşur. Düzdür. Özüm bastıracağım raziyezdə. Ayrı söz ola bilməz. Bu Sabitcanın fikridir. Aydındır, söhbət